Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Müğənni Ofeliya Şabanovanın qardaşı bacısını sosial mediada tənqid edənlərə sərt reaksiya göstərib. Xəbər verilir ki, o, bacısının ərinin corabını yumağı səbəbindən hədəf alınmasına etirazını ifadə edib və bildirib ki, belə davranışlar insanın dayaz düşüncəsini göstərir. Fikrimi deyirəm, nə qədər dayaz düşüncədə olmalısan ki, qadın ərimin corabını yuyuram deyəndə ona güləsən. Deməli, həmin adam corab səviyyəsindədir. Kim ailə qurub ərinin corabını yumaz ki? Şabanovanın qardaşı əlavə edib ki, onların ailəsində bunun şahidi olublar. Mən də Ofeliada ailəmizdə görmüşük ki, anam atamın corabını yuyub, ayağını da yuyub. Yəqin külənlərin ailəsində əksini olub. Müğənni və ailəsi bu açıqlama ilə bacısına yönəlmiş tənqidlərə cavab verərək sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.